Salam dəyərli müəllimələr. Bugünkü mövzumuz 6-cı sinif texnologiya kitabından 12-ci mövzu olan metal pəstahların kəsilməsi mövzusunun izahını verəcəm. Deməli, dəyərli müəllimələr, sort prokatdan olan pəstahları bilirik ki, çilingər bıçqısı ilə kəsilir. Gəlin görək çilingər bıçqısının əsas hissələri hansı hissələrdir? Sökülməyən çərçivədir, bıçqı lövhəsidir və dəstək. Bunlar bıçqının əsas detallarıdır. Bıçqı lövhəsi nədən hazırlanır dedikdə, bıçqı lövhəsi alət poladından hazırlanmış, uclarında da 2 deşiyi olan nazik zolaqdır. Deməli, lövhənin bir və ya 2 kənarında bir tərəfə meyllənmiş dişlər kəsilmişdir. Yəni, bıçqı lövhəsini çərçivəyə ştriflərlə bərkidilir, dartıcı qulaqlı qayğı ilə isə dartılır. Gəlin görək, bəs ştrift nədir? Ştrift silindrik və ya konus şəkilli mil formasında olan bərkidici məmulatdır. Deməli, bıçqı lövhəsini bərkidilmə zamanı dişləri dəstəyə əks istiqamətə yönəlməlidir. Yəni, o bərkidilmə zamanı dişlər dəstəyə əks istiqamətə yönəlməlidir. Çünki bıçqı lövhəsinin gərilməsi bilirik ki, nə çox, nə də az olmamalıdır. Çünki əks halda onun sınmasına səbəb ola bilər. Bıçqı lövhəsinin bilirik ki, çilingər əl bıçqısının 7 hissəsi var. Bax, qulaqlı qaykası var, çərçivəsi var, hərəkətli başlığı var, bıçqısı var, tərpənməz başlığı var, dəstəyi var, bir də ştiftləri var. Ştift də bildik ki, nədir? Silindrik və ya konus şəkilli mil formasında bərkidici məmulatdır. Deməli, pəstahı biz məngənədə möhkəm sıxır, lövhənin də sürüşməməsi üçün kəsmə nöqtəsinə yeyə ilə xırda mişar yeri açılır. Bax, yeyə ilə testlərdə düşür. Həmən kəsmə yeri 10-15 mm məngənənin dodaqlarından kənarda yerləşdirilir. İş zamanı da düzgün iş, əgər biz düzgün iş vəziyyəti almaq istəyirsə, bıçqını hər iki əllə tutmaq lazımdır. Yəni, bıçqının irəliyə hərəkəti zamanı buna işlək gediş deyirlər, metalı kəsir. Geriyə hərəkəti zamanı boşuna gediş deyilir, metalı kəsmir. Buna görə də işlək gediş zamanı bıçqını pəstaha yüngül sıxırlar. Amma boşuna gediş zamanı isə sıxmadan hərəkət etdirirlər. Deməli, bıçqını biz elə hərəkət etdirməliyik ki, elə hərəkət etdirmək lazımdır ki, kəsmədə bıçqı lövhəsi bütünlüklə iştirak etsin ki, onda bıçqı lövhəsinin dişləri eyni qədərdə yeyiləcək. Yəni, eyni bütöv hərəkət etdirsək, dişlər eyni qədərdə yeyiləcək. Deməli, bilirik ki, dəyərli müəllimələr, metal zolağı ensiz tərəfdən kəsmək daha asan olur. Ona görə də zolağın qalınlığı bıçqı lövhəsinin 3 diş arasındakı məsafəsindən az olmamalıdır. Yəni, bilirik ki, əks halda dişlər sına bilər. Əgər pəstahın qalınlığı həmən məsafədən az olursa, onda onu məngənəyə 2 taxta kiçik tir arasında bərkidirir və kiçik tirlərlə birlikdə kəsirik. Deməli, əgər pəstah daha böyük uzunluğa malikdirsə, onda çərçivənin başlığı dirənərsə, onda biz bıçqı lövhəsini çərçivəyə nəzərən 90 dərəcə bucaq altında döndərib, sonra işə davam edirik. Bilirik ki, dəyərli müəllimələr, müəssisələrdə kiçik metal lövhələri, mexaniki bıçqıların, diskli və lentli mişarların, bucaqlı cilalayıcı maşınların köməyi ilə kəsilir. Bəs yaxşı dəyərli müəllimələr, sort prokat nədir? Sort prokat yayma maşınlarında müxtəlif kəsimli məmulatları, yəni armaturlar, zolaqlar deməkdir. Sort prokat. Sonra bizim həmən metal yonqarlardan istifadə edərkən metal yonqarların çıxarılmasında, onların bıçqı lövhəsinin ovuntularında, bıçqı ovuntularını biz əl ilə süpürüb təmizləmək qadağandır, olmaz. Həmən lövhələri xüsusi əlcəkdən bir də metal fırçadan istifadə etməklə təmizləmək olar.